bilirik ki, uşaqların çoxu ikinci şans imtahana hazırlaşırlar, amma tərəddüd içərisindədirlər. Bəziləri fikirləşir ki, görəsən mən ikinci şansa hazırlaşırmı? Bəziləri fikirləşir ki, artıq mən yorulmuşam, hazırlaşmıram. Bəzən yazırsınız, soruşursunuz ki, müəllim, sizcə ikinci şansa hazırlaşmağa ehtiyac varmı? Görəsən hazırlaşırmı? Və yaxud da balları qaldıra bilərikmi? Əgər bu təhsil sistemi sizə imkan verirsə ki, ikinci şans imtahanında iştirak edəsiniz, bəs nəyi fikirləşirik? Niyə də iştirak etməyəsiniz? Yəni, bir ay sistemli, normal şəkildə çalışsanız, keyfiyyətli çalışsanız, əmin olun ki, mütləq balınızı qaldıra bilərsiniz. Əgər siz onu fikirləşsəz ki, mən nəticə edə bilməyəcəmsə, niyə hazırlaşıram? Sonu düşünsəz, təbii ki, irələmək sizin üçün çox çətin olacaq. Çalışmaq lazımdır, oxumaq lazımdır, ən azından bir əzmkarlıq, səbirlilik nümayiş etdirmək lazımdır. Əmin olun ki, nəticəsini mütləq və mütləq şəkildə görəcəksiniz. Uğurlar hər birinizə, hazırlaşın, əminəm ki, sonu yaxşı olacaq.